Salam aleykum əziz müsəlmanlar. Keçən dərsdə biz həmzəni keçdik və onun növ və formalarından tanışdıq. Bu gün isə 6-cı qaydamız olan deməli ləfzətullahı, yəni Allah kəlməsinin sözlərə birləşmə qaydasını öyrənəcəyik. Əlavə olaraq buna aid müxtəlif sözlər də oxuyacağıq inşallah. Demək, bu qaydada Allah kəlməsi özündən əvvəl gələn sözlə bircə oxunur. Özündən əvvəlki sözün son hərəkəsinə görə də Allah kəlməsi fərqli şəkildə tələffüz olunur. Gəlin misallar üzərindən izah edək ki, tələbələr üçün daha da aydın olsun. İlk əvvəl onu deyim ki, Allah kəlməsindən əvvəl gələn sözün son hərəkəsi bu üç şeydən biridir. Ya fəthə olur, ona uyğun olaraq da ya ə kimi, ya da a kimi oxunur hərfdən asılı olaraq. Ya dammə olur, ona uyğun olaraq da u kimi oxunur. Ya da kəsrə olur və ona uyğun olaraq da təbii ki, i şəklində tələffüz olunur. Əvvəlcə son hərəkəsi fəthə ilə olan misala baxaq. Bu bizim misalımızdır. Gördüyümüz kimi Allah sözündən əvvəlki kəlmə fəthə ilə bitirdi. Yəni, burada əvvəlcə oxuyaq bu sözü, Allah sözündən əvvəlki sözü. Xatəmə. Xatəmə sözünün sonuncu hərəkəsi fəthədir. Allah sözündə olan ortadakı ləm, baxın bu ləm, əslində qalsa qanunla oxumalıdır. Biz bilirik ki, ləm incə hərfdir, ona görə də oxumalıdır lə. Lakin qaydamız nədən ibarətdir? Əgər Allah sözündən əvvəlki sözün son hərəkəsi fəthə olarsa, o zaman ləm artıq lə deyil, la kimi oxunur. Yəni, bu misalda oxunacaqdır. Xatəməllahu. Baxın, bu şəkildə. Xatəməllahu. Buna uyğun olaraq da xatəməlləhu oxumaq xətadır təbii ki. Oxunmalıdır. Xatəməllahu. Bəli. Daha bir misala baxaq. Növbəti misalımız. Deməli, bu misalda da eyni şəkildə Allah sözündən əvvəlki sözün son hərəkəsi fəthədir. Oxuyuruq. Zəhəbə. Zəhəbə. Və burada Allah kəlməsinin ləmin üzərindəki fəthə oxunacaqdır a kimi. Zəhəbəllahu. Oxumayacaq. Zəhəbəlləhu. Bu xətadır. Oxunmalıdır. Zəhəbəllahu. Bəli. Eyni şəkildə son hərəkəsi deməli, dammə ilə bitən sözə də aiddir. Yəni, Allah sözündən əvvəl gələn söz dammə ilə bitərsə, o zaman Allah kəlməsindəki ortadakı ləm qalın oxunur, incə deyil. Gəlin misala baxaq əvvəlcə. Gördüyümüz kimi, deməli, Allah sözündən əvvəlki kəlmə, yəni fəblu, fəblu, bu sözün sonuncu hərəkəsi dammədir. Ona görə də Allah sözündəki, yəni ortadakı ləm üzərində fəthə deməli, ə deyil, bax bu fəthə ə deyil, a şəklində oxunur. Ona görə də belə olur. Fəblullahi. Fəblullahi. Bunu fəblulə, lə şəklində oxumaq xətadır. Baxmayaraq ki, biz bilirik ki, ləm incə hərfdir. Bəli. Daha bir misalımıza da baxaq. Eyni şəkildə. Növbəti sözümüz vacı. Vacıhu. Vacıhu sözü dammə ilə bitibdir. Ondan sonraki söz Allah kəlməsidir. Allah kəlməsində ortadakı ləmin üzərindəki fəthə ə deyil, a şəklində oxunur. Ona görə də biz oxuyuruq Vacıhullahi. Vacıhullahi. Vacıhulləhi oxumaq xətadır. Oxuyuruq Vacıhullahi. Bəli.
Daha bir misalımıza baxaq. Növbəti misalımız bu. Bəl lə'ənəhumu. Lə'ənəhumu. Bəl lə'ənəhumu humullahu. Burada da deməli Allah sözünün üzərində A şəklində oxuyuruq. Çünki özündən əvvəlki deməli sözün son hərəkəsi dammədir. Bəllə'ənəhumullahu. Bu şəkildə tələffüz edirik. Bəli. Məncə damməyə aid misallar da kifayət edir. İndi isə üçüncü hərəkəmiz olan deməli kəsrəyə aid misallara baxaq. Allah sözündən öncəki kəlmənin son hərəkəsi kəsrə ilə bitərsə, bu zaman nə baş verir? Əvvəlcə misalımıza baxaq. Burada bismi. Bu sözün son hərəkəsi kəsrədir. Əgər Allah sözündən əvvəlki sözün son hərəkəsi kəsrə ilə bitərsə, Allah sözündəki ortadakı ləmin üzərində fəthəni ə şəklində oxuyuruq. Ona görə də olacaqdır Bismillahi. Bəli. Bir çoxları bunu məhz bu şəkildə tələffüz edir. Bismillah. Bu əslində qalsa xətadır. Doğru variant Bismillahi və yaxud da sadəcə olaraq Bismillah şəklində tələffüz olunmalıdır. Bəli. Başqa bir misalımıza da baxaq. Deməli, burada da Allah sözündən əvvəlki, deməli, bu hərf-i cərdir. Bizim dilimizdə ön qoşma deyirlər. İnşallah qrammatika keçdikdə, ərəb dilinin qrammatikasında bununla rastlaşacaq. Deməli, Allah sözünə birləşən hərfin son hərəkəsi kəsrədir. Ona görə biz bunu oxuyacaq. Billahi, billahi, billahi deyil, billahi şəklində tələffüz edirik. Bəli. Daha bir misalımıza baxaq. Burada da yenə Allah sözündən əvvəlki sözün son hərəkəsi kəsrədir. Əvvəlcə oxuyaq. Min duni. Min dunillahi. Min dunillahi. Min dunillahi yox. Min dunillahi şəklində tələffüz olunur. İndi isə yekun olaraq qaydamızı bir daha toparlayaq. Demək, Allah sözündən əvvəlki kəlmənin son hərəkəsi fəthə və yaxud da dammə olarsa, Allah sözünün ortasındakı ləmin üzərində A şəklində tələffüz olunur. Necə ki, bu iki misalda, məsələn, Zəhəbəllahu, həmçində dammə ilə olan misalda da Fəzlullahi. Və əgər Allah sözündən əvvəlki sözün son hərəkəsi kəsrə olarsa, o zaman da Allah sözünün ortasındakı ləm hərfi incə şəkildə tələffüz olunur. Məsələn, buradakı kimi Bismillahi, Bismillahi. Bəli. Bununla da Ləfzətullah qaydasını bitirmiş olduq. Elhamdülillah. Növbəti dərsimizdə əlifba dərslərində söz verdiyim oxşar hərflər haqqında məlumat veriləcək inşallah. Həm də tələffüzdə və yazıda oxşar hərfləri qarşılaşdırıb onların fərqini bir yerdə öyrənəcəyik. Suallarınız, dərslə əlaqədar fikirləriniz varsa, videonun altında şərh bölməsinə yaza bilərsiniz. Kanallarımıza, xüsusən də Telegram kanalına abunə olmağı unutmayın. Videonu bəyənməyi, şərh yazmağı və digərləri ilə paylaşmağı da təxirə salmayın. Çünki bu, videonu daha çox insan kütləsinə çatmasına birbaşa səbəbdir. Və xeyir işə səbəb olan o işi görmüş kimidir. Allah'a əmanət olun. Əssəlamu aleykum.